Bütün kişilər eynidirmi, yoxsa sən davamlı eyni tip kişiləri mi seçirsən? Bütün qadınlardan bunu eşidirəm. Hamısı eynidir. Əslində isə bütün kişilər eynidir. Sadəcə o sən davamlı eyni tip kişilərlə münasibət yaşamağı seçirsən. Niyə? Çünki biz insanları təsadüfi deyil, daxilimizə uyğun seçirik. Əgər sən öz sərhədlərini bilmirsənsə, davamlı sənin ətrafına sənin sərhədlərini pozan kişilər çıxacaq. Əgər sən davamlı özünə xəyanət edirsənsə, nə etsən də davamlı sənə xəyanət edən kişiləri seçəcəksən. Əgər sən bugün özünə dəyər vermirsənsə, davamlı sənin ətrafında sənə özünü dəyərsiz hiss etdirən kişilər olacaqdır. Bunun başqa cürü mümkün deyil. Əslində isə ətrafda yetəri qədər kişilər var ki, sənə sevgi göstərə bilər, sənə dəyər verə bilər, sənin sərhədlərini bilib sənə hörmət edə bilər. Amma əsas məsələ budur ki, sən bu kişiləri həyatına necə çəkə bilərsən və bu insanları necə özünə cəlb edə bilərsən. Əgər sən də artıq eyni senarilərdən yoruldunsa, daha gözəl münasibətlər yaşamaq istəyirsənsə, səni səhifəmə dəvət edirəm. Orada bir çox məlumatlar əldə edə bilərsən. Əgər videonu bəyəndinsə, rəfiqələrinə göndərməyi unutma.